Herkese salamlar dostlar. Necəsiz? Yəqin yaşalar. Bugün də sizlərlə birlikdə yeni bir Car Simulator bölümündəyik. Bugün sizlərlə birlikdə ölkənin ən gözəl maşınını düzəltməyə çalışırıq. Gün 2-dəyik. Keçən bölümü çox istəmişdim. Yəni davamını istəmişdim. Mən demişdim, yəni davamını çəkəcəm. Və bu gün də bu ölkənin, yəni Azərbaycanın Car Simulatorda ən gözəl maşınını düzəltməyə çalışırıq. O maşın da bu maşındır. Baxın, 1,3 milyon pul vermişik. Əlavədən də 600-700 min pul xərcləmişik. Yox, 600-700 min yox, 700 min motoruna pul xərcləmişik. 700 min motorun 600 min də orasına burasına, yəni 2,6 milyonluq bir xərc çəkmişik bu maşına. Hələ amma tam hazır deyil. Azərbaycanın ən yaxşısı olmağı üçün bu maşına ən bahalı ləvazimatlardan istifadə etmək lazımdır. Ən gözəl fikirlərlə maşını düzəltmək lazımdır. Və biz də bugün onun davamını eləyəcəm. Gördüyünüz kimi, yenə də göstərəcəm, 240 minlik bir pulumuz var idi. Bu pulu yığdım. Məncə çatmayacaq, çünki bu maşının süspansiyonunu biraz aşağı indirəcəm. Yeni diski qoyacağam. Disklərini keçən bölüm dəyişməmişdim, pulum çatmamışdı deyə. Yəni 2 milyonluq bir pul xərcləmişdik ona. Əlavədən 450 min bu miqalkalarına falan. Biraz şüşələrini qara eləyəcəm. Sonra süspansiyonla oynayacağım. Disk təkərlərini dəyişəcəm biraz. Bir də etiket falan kənarlarında belə çox da yəni şişirtməyəcəm etiketlərini. Biraz məsələn ağ falan oralarında eləyəndə zaten görərsiniz. Maşın bu dəqiqə 380 ilə gedir. Amma T5 motorda yəni 380-ə qalxır. Mən bunu T6 eləmək istəyirəm. O da taslakla olacaq. Bizə 250 taslak falan lazımdır məncə. Biz də onu indi 60-75 dənəsini 3 dənə, 250 eləyərik. Fikirləşirim bir eləyərik. Mən biraz taslaklı maşınlarımdan sataram və onların taslakından bu maşını T6 motor eləyərik. Yəni yerindən götürməyi falan çox yaxşıdır. Bizim həm də ki biraz kripto pulumuz var və o kripto pula da qabağının işıqlarını falan dəyişərik. Amma ilk öncə mən bu pulu 300 min eləmək üçün bu görəvi eləməliyəm. Kuyumcu soygunu görəvidir. Bilməyənlərimiz üçün də yenə də yəni sizin üçün ilk dəfə eləyənlər üçün, kasıblar üçün də bu görəvi eləmək üçün ən axırıncı yəni mafiya görəvi budur. Ən çox pul verən mafiya görəvi də budur. Bu görəv üçün bütün mafiya görəvlərinin hamısını eləməlisiniz. Yəni asandır. Mafiya görəvləri çox asandır. Bilmirəm, indi siz çətin gələ bilər. Maşını yəni sürətini də özünüz görürsüz. İlk 2-3 dəfə eləsəz, məncə çox yaxşı olacaq. Mafiya görəvlərindən söhbət gedir. Bu görəv də yəni 60 minlik bir pul verir, 61 minlik. İndi sizin üçün onu eləyirəm. Desəz tapançanı hardan almışsan? Tapançanı poligon görəvini eləmişəm, oradan almışam. Sizə baxın. Bunların hamısını götürməlisiniz. Məsələn, birinci bagajı açın, götürə bilərsiniz. Bagajı da açanda nəsə qəribə durur maşını. Far Assadora ilə gedir, ona görə. Maşın nəsə qəribə durdu. Eyb olmaz. Yenə də Azərbaycanın nömrə 1 maşını düzəldir. Yəni dünya deyə bilmərəm, dünyada Bugattilər zatlar vardı, ona görə. Baxın, bura gələndə deyir ki, yəni gedin ora, siz əli getməyin. Bunları da götürün, sonra gedin. Dünya demirəm, amma Azərbaycan ola bilər. Çünki mən Azərbaycanda özümdən başqa Car Simulator içərik üreticisi tanımıram. Bəlkə də var. Yox, var. Bir dənə dostumuz var idi. Mən hər dəfə yayınıma gəldi 3000 falan. Yəni nədən danışıram? 100 abunəsi olan da, yəni 100 min, 200 min. Azərbaycan yəni Car Simulator çəkən yoxdur. Ki lap olsun belə, yəni problem deyil. Olsun belə yenə də ən yaxşı maşın bu olacaq. Aha, gətirdi 300 min. Allah, alamadıq 300 minimizi. Maşının ihtişama baxın bir dənə. Maşında olan bir dənə ihtişama baxın. Çox qəşəng durur da yəni maşın. Hətta yəni rəngini bəlkə də maşının üstünə oturur deyə rəngi. Çox qəşəng görür. Hətta bu qabaq miqalkalarını falan yandıranda, bir də avionları var. Bunları yandıranda o qədər yəni maşın qəşəng görünür, girdi hər yerə. Mən bunları söndür. Mən niyə bunu sürəmədim? Orada rol dönmürmüş. Mən bunun driftini mən bilən qara eləmişdim. Dənə baxa, driftini qara eləmişəm. Görürsünüzmü? Məncə görürsünüz, İndi gedəcəm bu şeyə, Niyaməddin ustamızın yanına ki, ay usta, bizə qəşəng bir maşınımızı düzəlt, ver bizə. 300 min pulumuz var. İstəyirəm 300 minlik bir xərc çəkin maşına.
Onsuz da özüm yığacımda almadım. Baxın 65 minlikdə bir kripto pulumuz var. O pulu da qabaq faraya xərcləyəcəm. Altına falan işıq düzərəm, amma bu maşın biraz sadə olmalıdır. O qədər də abartmaya ehtiyac yoxdur. 70 dənə nədir, taslakımız var. İndi istəmirəm bunu eləyim, ya da eləyəcəm. Baxın, T6 motor eləməliyəm. Qaldı 20 dənəsi. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-i də 25 dənədən çıxanda 200, yox hala. 25 dənə 8. Bir dənə uşaqlar hesablayayım. Hə, 200 eləyirmiş. 200 taslak lazım dəqiqə. 20-si var, 180 dənə. O da ki, mənim taslaklı maşınlarımı aparıb sataram və düzəldərəm. Nəysə, uzatmayaq, keçək diskisinə. Mən əvvəlcəmdə diski ayarlamışdım. İndi bilmirəm. Baxın, bu diskin yaxşı bir dənə yadınıza saxlayın. Bu. Bir də ki, baxın, hardadır o disk? Buydu. Bir dəqiqə. Yo, bir deyil. Bir də ən axırıncı. Baxın, bir də bu. Bunun rəngi indi biraz belə durur. Belə bir şey eləyə bilərik. Amma özünki daha yaxşı durur deyə. Ya da məsələn belə bir şey. Məsələn, həmin bunu biraz boz formada eləyə bilərik. Diskin dəyişməyə ehtiyac var. Ən bahalı diski çünki odur. Ya da məsələn bunlardan bir şey qoya bilərik. Lap bunlardan belə bir şeylər yox. O 50 miniymiş bu. 50 min necə durar? Yox, çobud durur. Yəni maşın oturmur. 50 min olsun. Yəni mən bahalı şeylərdən istifadə eləyəcəm onsuz da. Yəni çobud durur. Durmasaydı alardım. Bunların olsa hamısı 25 min. Mən yaxşı birini seçim. Yəni o ən axırıncısı biraz çobud durur, biraz pis durur. O məncə yox, onu eləməyək. Aşağılar mən bunu seçməliyəm. Mən belə bir şey seçdim. Yəni bunu tam da belə açıq elə, amma elə çox pis durar. Biraz bax, tam belə yox. Bax bu formada məncə buna yaraşır. Həm də 35 mindir, bahalıdır. Hər şeyin daha çox bahalı formasını istifadə etməyə çalışacağam ki, maşınımız ən gözəl maşın olsun. 270 minlik bir pulumuz qaldı. Disklər məncə çox yaxşı oldu, çox yaxşı oturdu maşına. Süspansiyonunu tam da belə yendirə bilərəm, amma maşının vidi qaçacaq. Tay da, yəni yendirməkdənsə məncə qaldıraq. Süspansiyon ayarını da elədim. Yox, süspansiyonun ayarına dəyməyəcəm. Bu formada yaxşı, amma maşın manevrlarına falan təsir eləməsin. Hə, bir də bunları eləmək istəyirdim. Arxa təkər. Üstdən belə baxanda baxın. Arxa təkərləri biraz çölə çıxartmaq istəyirəm. Tam da bu qədər, yəni bu dərəcədə yox. Bunun özü necədir? Özünə bir dənə üstdən belə bir baxaq. Hə, özü çox da bilinmir. Arxa təkər bir dənə belə çıxartmağa çalışacağam. Belə bir dam çıxardacağam və bir damcı da əyəcəm. Ki baba tutdum. Bir dəqiqə. Əla. Bir dənə şporla təkər daha yaxşı olardı. Şpor dediyim nədir? Bilmirəm. İndi bilərsiniz, bilmərsiniz. Maşınların təkərlərinin üstündə xəttlər var. Bax, düz şpor ona deyilmir. Amma yəni bir şpor o sayılır da. Məncə o sayılır. Səhv bilmirəmsə o sayılır yəqin ki. Bax. Vəsə. Bir eynidir məncə ikisi də. Həfisi eynidir. 5000-ə bunu aldıq. Bunu eləyə bilərəm. Amma maşın çox işit olar. Yəni bu cipdir də. Bunun cipə niyə yəni belə qapı açılsın? Bu yox, bunu eləmərəm. Diskisi falan oturdu maşına. Biraz da diskiləri əysək. Yox, əyməyə ehtiyac yoxdur. Biraz içəri salım, yoxsa yox. Yox, hə, biraz salmaya ehtiyac var. Bunları düzəldim uşaqlar mən. Aha, düzəltməyinə. Belə yaxşı ol. Görün maşına bir təsir falan olmalıdır. Yəni sürüsündən adala. Sürüşündə bir təsir olmalıdır. Danışamam uşaqlar, üzrü sayın. Mənim sosiallaşmağa ehtiyacım var. Çıxıb çöldə uşaqlarla deyəsən biraz top oynamalıyam. Deyəsən. Amma videom çəkim sonra oynayaram. Buradakı işimiz nədir? Buradakı işimiz birinci biraz şüşələri qaraldacağıq. Şüşələr çox açıq olur. 3000-ə bunu verdik. Sonra bu diskləri bir dənə baxım görün biraz boz eləməyə ehtiyac varmı? Bax, tam qarada yaxşı durar. Ağappaq belədir də. Bunları bax biraz belə boz eləsək, məncə yaxşı olar. Çöldə bu biraz da daha boz olacaq. İndi başqa da vinil. Vinilləri uşaqlar mən biraz eləyəcəm. Bura bir dənə ağ, bura bir dənə ağ. Arxalara biraz stikerlər falan. Yəni çox da şişirtmədən yaxşı bir şey alındıracağam. Aha, buraları düzəltdim. Kənarlarına biraz məsələn bu ağı qoydum, bir də buranın ağını qoydum. Eyni şəkildə bu tərəfə də elədim. Məncə belə yaxşı oldu. Spoiler var idi, bilmirəm. Bir də altına çaktırmayın, hansı ölkənin bayrağı idi. Sadəcə xoşuma gəldi deyə vurdum. Bir dənə baxacağam, görüm bunun spoileri var ya yox. Məsələn,
Balaca bir spoiler olsa o qədər də böyük bir şey yoxdur. Balaca bir şey olsa məncə taxa bilərəm. Məncə dedim o da yox imiş. Eyb olmaz elə gəlmişkən bundan da qoyaq. Məsələn bunlardan hansından qoyaq? Vallahi heç biri bir-birinə dəyən deyil də. Ha bir də mən yadımdan çıxdı, təkərlərini də boz eləmişdik. O boz da belə durdu. Ağ olanda nəsə belə, polis var. Gedə biraz polis hava ataq. Bunu mən onlayn qoşula bilsəm, valla maşını yəni görən kimi hamı va deyər də, va. Gələ polis, saymıram səni. Çünki mənim miqalkam var. Ha nəysə. Buradan arxaya kolonka qoymaq istəyirəm, bilmirəm. Sadə olmayacaq. Amma kolonka qoymaq istəyirəm də. Görüm hələ qoya biləcəm. Bax məsələn, kolonka neçədir? Qoya bilirik də elə. 65 minə belə bir şey var. Bu nə də pis günləri. Bax bunlar burada kolonkanın sonra rəngini də dəyişə bilirik məncə, hə? Biz kolonkanı qoy. Ay, bura nə pis görünür ha belə. İşıqların hamısı yuxarı gedir, pis görünür bir şey. Biz bu kolonkanı qoyanda bildim. O mafiya görəvini eləyə bilməyəcək kolonkanı qoyan kimi. 45 minə buna alsaq altın işıq, ya altın işıq ehtiyacı yoxdur. Buna reklamla eləyirik, hə? Reklamla eləyib olmaz. Reklam baxaram, problem deyil. Altın işıq qoyaram. Altına bir yaxşı bir işıq qoyaram. Heç nə reklam izləyək. Bu yaxşı. Ayda. Ay. Bunun altına bu indi fikirləşim dedim eləyərəm. Yəni bu çox şit olacaq. Yəni maşın gedir altında da işıq. Mənasız olacaq. Mən sizə deyirəm, mənasız olacaq. Ona görə də ehtiyac yoxdur. Lap istəsəz eləyərəm. Ona görə də yoruma yazmağı unutmayın. Sənin reklam. Nə işıqlarını burada yandıraq. Yo, yaxşıdır. Nə qaranlıq bir yerə bax bura məsələn, hə. Bax sönlü olanda bu vəziyyətdə düşür. Yalan olanda belə gür vururmuş ha, yaxşıdır. Hər nəsə uşaqlar, bu günlük bu qədər olsun. Gələn videolarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın. Əgər bu altını da bu işıqdan vurmağımızı istəyirsinizsə, yoruma yaza bilərsiniz ki, məsələn bu işıqdan vur dedim, 300 min xərcləyəcəm, xərcləməyə bir şey tapa bilmədim. Ya da ki, məsələn tövsiyələriniz varsa, ya məsələn burasına bir şey qoy, ya diskisini dəyiş, ya rəngini dəyiş, ya məsələn üstünə burasına başqa bir şey qoy. Yəni nə desəz eləyərəm. Ki, həm sizin fikriniz önəmlidir, həm də ki, maşının öz yaxşılığı, öz gözəlliyi önəmlidir. Lap belə nitro da alaram, gələn bölümdə nitro da alaram. Hər nəsə bu günlük bu qədər olsun. Bir dənə like atmağı unutmayın. Əgər 40 like gəlsə, davamını çəkərəm və sürəti də amma normaldır, ha. Yəni 380-dən gedir. 2 dənə də o tasakla olan şeydən aldıq. Nə uşaqlar, sağ olun, özünüzə yaxşı baxın.